Əziz müəllimlər, şagirdlər, mən Günel Əliyeva. Yenə də sizə ədəbiyyat videosunu təqdim edirəm. Deməli, şifahi xalq ədəbiyyatı mövzusundayıq. Növbəti izahım olacaq nə ilə bağlı. Deməli, bu dəfə Yetim İbrahimin nağılını oxuyacağım. Mərd və Namərdin nağılı. Yetim İbrahimin nağılı, Mərd və Namərdin nağılı. Sonra Ana Maral, Xan Saray, bir də Çahargah kütüphanəsi. Bunlar da bu videoda təqdim edəcəm sizə. Beləliklə başlayaq Yetim İbrahimin nağılından. Qədim zamanlarda bir ovçu vardı. O başqa ovçulara bənzəməzdi. Çünki qan tökməkdən xoşu gəlməzdi. Ovçunun min bir hava çalan tütəyi, bir də at tükündən toxunmuş cələsi vardı. Meşəyə gedib cələni qurar, tütəyi çalaraq ovunu gözləyərdi. Cəliyə düşən quşu götürüb evinə aparardı. Onun evi cürbəcür quşlarla dolu olardı. Ovçu hərdən bir-iki quş satmaqla ailəsini dolandırardı. Bir gün ovçu xəstələnib ölür. Ovçunun İbrahim adında bir oğlu vardı. Bax, bunu qeyd edin, İbrahim adında bir oğlu. O hələ böyüməmişdi. İbrahim anası çox çətinliklər gördülər, amma o atasından qalan tütəyi və cələni satmadı. İllər ötdü, İbrahim böyüyüb cavan bir oğlan oldu. Ona Yetim İbrahim deyirdilər. 15 yaşına çatdıqda İbrahim anasından tütəyi və cələni istəyir, ova gedəcəyini bildirir. Meşə gedib axşama kimi gözləyən İbrahim ilk günlər heç nə tuta bilmir. O tütəyi çalmağı, cələ qurub puskuda durmağı öyrənməyə başlayır. Bundan sonra ova çıxdıqda elə ilk gün hər tükü bir rəngə çalan bir quş tutur. İbrahim sevinə-sevinə evə gəlir, quşu qəfəsə salır. Səhər durub görür ki, quşun rəngbərəng bir yumurtası var. O yumurtanı satmaq üçün bazara gedir. Və şəhərdə acgöz, hiyləgər bir tacir olur, tacir. Deməli, necə bir tacir idi? Acgöz və hiyləgər. O yumurtanı almaq istəyir, İbrahim ona satmaq istəmirdi, ona görə də qiyməti baha deyir, amma tacir yumurtanı alıb gedir. Bu hadisə hər gün təkrarlanır. İbrahim bazara rəngbərəng yumurta aparır, tacir də onu alır. Bir gün İbrahim taciri güdür, onun yumurtanı aldığından 10 qat baha qiymətə padşaha satdığını görür. İbrahim daha tacirə heç nə satmır, birbaşa padşahın yanına aparmağa başlayır. Qazancı əlindən çıxan tacir gəlib padşaha deyir: Padşah sağ olsun, sən niyə hər gün bu qədər pul verib yumurtaları alırsan? Yetim İbrahimin evindəki quşu əlindən al. Məsləhətinə baxın. Quş da sənin olsun, yumurtalar da. Padşahın təklifdən xoşu gəlir, o İbrahimi çağırıb quşu tələb edir. İbrahim başa düşür ki, bu tacirin işidir, tacirin əməlidir. Heç nə deməyərək quşu padşaha verir, özü isə çörək puluna möhtac qalır. O yenə ova çıxır, tutduğu quşları sataraq dolanmağa başlayır. Tacir İbrahimi ələ almağa çalışsa da, o taciri yaxına buraxmırdı, uzaqlaşıb gedirdi. Buna görə də tacir padşahın yanına gedərək qulağını doldurur ki, bu quş təkdir, ürəyi sıxılır. İbrahimi göndər ikincini tutub gətirsin. Padşah İbrahimə 40 gün möhlət verir. Quşu gətirməsə boynunu vurduracağını deyir. İbrahim min bir əziyyətlə quşun birini də tutub padşaha aparır. Padşah zəhmətin əvəzində ona heç bir mükafat vermir, sağ ol deməklə kifayətlənir. Tacir isə dayanmaq bilmir. Bir gün gəlib padşaha xəbər verir ki, dünya görmüş bir qoca bu quşların mütləq Səməngül adlı çiçəyi iyləməli olduğunu deyir. Əgər ildə bir dəfə iyləməsələr, ölərlər. Həmin gül isə Ağ divin bağında olur. Padşah yenə İbrahimi çağırıb Səməngülü gətirməyə göndərir. İbrahim çarəsiz qalır, nə etmək lazım gəldiyini bilmir. O məsləhət istəmək üçün dünya görmüş bir qocanın yanına gedir. Qoca bunların tacirin əməli olduğunu, tacirin İbrahimdən intiqam aldığını deyir. Səməngül məsələsi isə doğrudur. Ağdev bu quşların həmişə onun bağında olması üçün Səməngülü saxlayır. Qoca bağa necə getmək lazım gəldiyini başa salır, İbrahimə də tapşırır ki, elə et div səni görməsin. İbrahim günlərlə yol gedib bağı tapır, amma hündür hasarı keçə bilmir. Axtarıb onun qapısını tapır, amma açmağa gücü çatmır. Qapıda oturub gözləyən İbrahimi yuxu aparır, o divin gürültülü addım səslərinə oyanır, tez gizlənir. Div onu görmür, qapını açıb bağa girəndə İbrahim bir təhər özünü içəri sala bilir. O gecəni bağda qalır. Səhər div ova gedəndə İbrahim 40 otaqlı evi gəzməyə başlayır. Bir-birindən gözəl olan otaqlarda heç kim olmur. Yalnız 40-cı otaqda deməli bir zarıltı səsi eşidir. O xalçanı qaldırıb pilləkən görür. Aşağı düşdükdə saçlarından asılan bir qız görür. Qız onu görəndə deyir ki, tez buradan qaçsın, yoxsa div onu parçalayar. İbrahim divin ovda olduğunu deyib qızı xilas edir. Qızın adı Xurşud olur. Div neçə ildir ki, onu dustaq saxlayır. Qız İbrahimdən axtardığı gülü tapıb tapmadığını soruşur. İbrahim isə deyir ki, yəni belə deyim ki,
Və o deyir ki, Gül onu maraqlandırmır. İndi ancaq qızı necə xilas etməyi düşünür. Xurşud deyir ki, Səməngül əməli gətirən mənəm. Əgər xilas ola bilsəm, quşlar da arxamca gələcəklər. Onlar Xurşudun məsləhəti ilə deməli divin atlarından ikisinə minib qaçırlar. Div gəlib qapının açıq olduğunu, Xurşudun qaçırıldığını görür. Tez onların arxasınca düşür, amma İbrahim və Xurşud ən yaxşı atlara mindikləri üçün qaça bilirlər. Deməli onları kim qarşılayır? Bunu da qeyd edə bilərsiniz. İbrahimin anası onları qarşılayır və deyir ki, tacir artıq vəzir olubdu. Hər gün adam göndərib İbrahimi soruşur. Elə bu an vəzirin adamları gəlib Gülü soruşurlar. İbrahim isə deyir ki, istəyir ki, deyə gətirməmişəm. Xurşud bu vaxt deyir ki, demə. Birazdan yəni gətirəcəklərini deyir. İbrahim onun yalan dediyini düşünür, amma Xurşud çənəsinin altına nimçə qoyub burnuna çıtma vurur. Burnundan nimçəyə düşən bir damcı qan hərlənib, fırlanıb, böyüyüb Səməngülə çevrilir. Xurşud deyir ki, Səməngül bağçada bitmirdi. Ona görə də div onu əsir saxlayırmış. İbrahim gül dəstəsini xonçaya qoyub padşaha aparır. Padşah sevinir, amma paxıl vəzir bu dəfə də araya girir və deyir ki, dəstəsini yox, çolun gətirməli idi də. Deyir ki, bu gül solana qədər gərək İbrahim gedib gülün çolunu gətirsin. İbrahim isə deyir ki, əslində ora divin bağı deyil, ora bir şəhərdir. Yəni şahın da, vəzirin də atasını görmüşdü orada. Hətta gülü şahın atası göndərmişdi və demişdir ki, əgər çolu versəm, oğlum arxayınlaşar, məni görməyə gəlməz. Özü gəlsə kolu da verərəm. Padşahın və vəzirin atası oraya gedən yaxın yolu da göstəriblər. Cəmi 3 saata həmin şəhərə çatmaq mümkündür. Vəzir İbrahimin yalan dediyini başa düşür, amma axmaq padşah tez hər şeyə inanır. Vəzir İbrahimin yalanını sübut etmək üçün yolu göstərməsini istəyir. İbrahim onları çayın yanına aparır. Deyir ki, suya tullanıb 100-ə kimi saysınlar. 100 tamam olanda qapı açılacaq. Həmin qapıdan keçib şəhərə çatacaqlar. Padşah vəzirin nəsə deməsinə imkan vermir, onun əlindən tutub suya tullanır. Cəmaət çox gözləyir, amma onlar sudan çıxmırlar. Bir neçə gündən sonra hər ikisinin ölüsü tapılır. Belə, deməli bu da Yetim İbrahimin nağılı. Xeyrin şər üzərində qələbəsi ilə bitən bir nağıldır gördüyümüz kimi. Bunu təhlil etsək, birinci burada təhlil oxuymamış olduğu kimi sonra öz fikirlərini bölüşüm. Nağılların bir çox nümunələri xalq müdrikliyinin ifadəsidir. Yetim İbrahimin nağılı da belə nağıllardandır. Nağılda tamahkarlıq, paxıllıq kimi hisslər pislənilir, onların insanı uçuruma apardığı göstərilir. Yetim İbrahimin nağılında əsas surət İbrahimdir. Atasını kiçik yaşlarında itirən İbrahim bir çox çətinliklər görür, amma atasından qalan ovçuluq alətlərini satmır, çünki o atasının yolunu davam etdirəcəyinə qərar vermişdi. İllər sonra onun arzusu həyata keçir. O əvvəlcə çətinlik çəkməsinə baxmayaraq ovçuluğun sirlərini öyrənə bilir və qiymətli bir ov əldə edir. Səməngül adlı güldən uzaq qala bilmədikləri üçün həmişə divin bağçasında yaşayan quşlardan biri onun cələsinə düşür. Onun hər gün verdiyi yumurta İbrahimin və anasının dolanmasına bəs edir. Amma tamahkar tacirin sözlərindən sonra İbrahim əvvəlcə quşu itirir, sonra onun birini də tutmalı olur. Onun çətinliyi bununla da bitmir. Tacir padşahı öyrədərək İbrahimi divin yaşadığı yerə göndərir. İbrahimin oradan sağ qayıtmaq ehtimalı az idi. Tacir də bunu düşünmüşdü, amma İbrahim bacarıqlı olduğunu göstərir. Çətinlik yaşadığı anlarda ağlını işlədərək nəinki nəhəng divdən xilas olur, hətta padşahı və onun tamahkar vəzirini aradan götürməklə xalqı əzabdan xilas edir. Xeyrin şər üzərində qələbəsi ilə bitməsi nağıllar üçün səciyyəvi olan cəhətdə bu cür sonluğa Yetim İbrahimin nağılında da rast gəlirik. Belə. Deməli, indi Yetim İbrahimin nağılının Aydos təhlilimi dediyimiz fikirlərimi dedim. Deməli, nəyi gördük burada? Bir obraz var, bir ovçu obrazı ilə bağlı danışdıq ki, yəni Yetim İbrahimin atasının əvvəlcə danışırıq. Ovçu olsa da, amma yəni pis insan deyildi. Biz onunla bağlı bir təqdimat edirik. Sonra gəlir, daha doğrusu nağılda edilir. Daha sonra artıq Yetim İbrahimin atasından sonra ovçuluğa başlaması, yəni o ovçuluğa başlayır, quş tutur. Buna baxmayaraq, yəni hətta o quş rəngbərəng yumurtalar yumurtlayır. Sonra onları bazara çıxıb satmaq istəyəndə vəzirlə qarşılaşır. Vəzir, yəni daha doğrusu onda tacir idi hələ. Tacir deməli pislik, hiyləgər bir tacirdir. Ondan yumurtaları alır və aparıb padşaha baha qiymətə satır. Bunun
Ümumiyyətlə, o əvvəllər heç ona, yəni İbrahim deməli yumurtaları satmaq istəmirdi, amma tacir belə deyək də dil tökərək yumurtaları alır və aparır padşaha 10 qat baha qiymətə satır. Sonra İbrahim özü aparıb onu yumurtaları padşaha satanda tacir başlayır pis əməllərini davam etdirməyə. Ona deyir ki, elə bundansa yumurtaları alınca get quşu al. İbrahim quşu verir padşaha, sonra yenə də yəni tacir başlayır ki, bu dəfə də get quş tək qalmasın denən İbrahimə bir dənə də quş tutub bir quş tutub gətirsin. Sonra bu dəfə növbət dəfə deyir, yəni bu quşun ölməməsi üçün səməngül lazımdır. Səməngül olan yer, divlər olan yerdə ora göndərir İbrahimi. İbrahim gedir Xurşudu xilas edir. Səməngül də onun burnundan tökülən qandan belə deyək yaranırdı da. Düzdürmü? Amma bu dəfə deyir gülün dəstəsi yox, kolu lazımdır. Görürsüz, bura qədər İbrahimin pislikləri, yəni pisliklər edir ona qarşı. Deməli, paxıl bir obrazda hiləgər olması ilə bərabər, həm də pis, yəni bir insan, həqiqətən də həyatda da elə insanlar çoxdur. Yəni bilirsiniz, indi burada ticarətlə bağlı məqamlardan danışıldığı üçün, yəni elə ticarətdən misal çəkim də. Məsələn, bir insan görürsüz ki, kimsə halal zəhməti ilə pul qazanır, deyək ki, məsələn, nəsə satır, alver edir. Bir başqası başlayır onun malını alanları pisləməyə. Pis maldır, ondan alma, məndən al. Yəni bu da İbrahim də elə bir İbrahimin qarşısına çıxan tacir obrazda, daha doğrusu hiləgər idi və belə bir pislik edir ona. Amma ki sonda İbrahim ağılla hərəkət edir və qalib gəlir. Yəni necə hərəkət edir ağılla? Deyir ki, ora əslində divlər olan bir yer deyil, bir şəhərdir. Sən padşahın da, tacirin də yəni vəzir olur da sonra. Atası oradadır. Əgər yəni ata hətta bunu şahın atası göndəribdi. Əgər dedi mən çolu göndərsəm, yəni oğlum mənim yanıma gəlməz, məni görməyə gəlməz. Ona görə də dəstəsini göndərmişəm. Və onlara deyir ki, 100-ə qədər sayın. Onlar da sayırlar, təbii ki, suda boğulurlar, suya düşün. Ondan sonra gedəcəksiniz o şəhərə. Onlar da təbii ki, suda boğulurlar. Yəni xeyir şərə qalib gəlir. İbrahimin ağlı həm də o qoca ilə məsləhətləşməsi məqamındadır ki, bu bir çox nağıllarda rast gəldiyimiz məqamlardandır. Məsələn, Əhməd obrazda var. Bundan öncə video çəkmişdim. Ona aid ağıllı uşaqda o da müdrik qoca ilə məsləhətləşirdi. Yəni İbrahimin də burada qoca ilə məsləhətləşməsi məqamında deyə bilərik ağıllı olmasını, həmçinin bax bu cür yəni belə deyək də yalan uydursa da, yəni orada divlər olan yer deyil, şəhərdir. Amma pislərə qarşı yalan uydurduğu üçün buna çəhrayı yalan deyirlər. Türklər pəmbə yalanı, çəhrayı elə bir yalandır. Yəni əsas odur ki, İbrahim qalib gəlir. Yaxşı insan qalib gəlir. Sonra digər burada oxuyaq. Deməli, Çahardiyyə əfsanəsini oxuyun. Qədim zaman, mən deyəsən bir videoda çəkəcəm, çünki uzun olur videolar, ona görə digər nağılları başqa bir videoda çəkərəm. Burada Çahardiyyadan da danışım. Deməli, qədim zamanlar Çahardiyyə əfsanəsi. Əfsanədir bu. Qədim zamanlarda bir alim vardı. O, əməlləri ilə xalqın sevilmisi olmağı bacarmışdı. Onun sorağı hökmdara da çatır. Hökmdar alimi saraya çağırtdırır və yanında qalmağı təklif edir. Alim düşünmək üçün biraz möhlət istəyir. Hökmdarın verdiyi 3 günlük möhlət bitdikdə razı olmadığını bildirir. O deyir ki, saray üçün dərin, dərrakəli adam lazımdır. Mən elə adam deyiləm. Alim yenidən xalqın arasına qayıdır, onlar üçün çalışmaq istəyir. Şah isə onun cavabını dikbaşlıq hesab edir. Şah qəbul edə bilmir ki, kimsə onun sarayında yaşamağı arzu edə bilməsin. Şahın fikrincə bu nankörlükdür. Hökmdar vəziri çağırtdırıb məsləhət istəyir. O isə deyir ki, alimin cahilliyini sübut edib xalqın gözündən salmaq lazımdır. Şah 40 gün möhlət verir ki, vəzir alimi çıxılmaz vəziyyətdə salan suallar hazırlasın. 40 gün sonra hökmdar adamları meydana toplayır, alimi də çağırtdırır. Hökmdar alimə deyir: Sən öz əllaməliyinlə xalqı aldadırsan, sən heç də alim deyilsən. Sənə vəzirim suallar hazırlayıb. Sən bu suallara cavab verirsən, alimliyini sübut etmiş olacaqsan. Alim hazır olduğunu deyib suallar istəyir. Vəzir suallarla başlayır. Ulu dağın başından buraxılmış bir qoz Zümzümə bulağına qədər neçə dəfə fırlanar? Alim deyir ki, bu asan sualdır. Ulu dağdan Zümzümə bulağına qədər olan yolun nə qədər olduğunu, dağın nə qədər maili olmasını, bir də qozun həcmini desinlər, o da cavab versin. Cəmaat onu alqışlayır. Hökmdar və vəzir biabır olacaqlarını görüb başqa suallar vermirlər. Alim evinə yollanır, amma hökmdarın bu heyfi onda qoymayacağını bildikləri üçün alimi başqa bir ölkəyə gedən karvana qoşurlar.
Karvandakı hər dəvənin boynunda zınqrov var idi. Alim karvan başçısına bildirir ki, əgər təklifini yerinə yetirsə, onlarla səfərə çıxmağa hazırdır. Karvan başçısı razılaşır, amma təklifi soruşur. Alim xahiş edir ki, dəvələrin boynundakı zınqrovların yerini dəyişməyə icazə versin. Karvan başçısı razı olduğunu bildirir, ancaq səbəbini öyrənmək istəyir. Alim deyir: "Mən zınqrovların səsindən ecazkar musiqi yaradacağam. Bu bizi ölümdən qurtaracaq." Alim zınqrovları dəvələrin boynundan elə asır ki, dəvə hər addım atanda sanki mizrab bir neçə telə dəyir. Zınqrovlar səsləndikcə onlardan yaranan musiqi dalğa-dalğa ətrafa yayılır. Hamı alimin bu məharətinə heyran qalır. Gecə vaxtı quşlar bu səsdən vəcdə gəlib karvanın üstü ilə uçurlar. Ağacların yarpaqları da rəqs edir. Axşamdan bükülən güllər yenidən ləçəklənib ətir saçır. Hökmdar saraya çatanda əmr verir ki, alimi onun huzuruna gətirsinlər, amma alimi heç yerdən tapa bilmirlər. Hökmdar bir bölük atını karvanın dalınca göndərir. Atlılar karvana yetişəndə gözəl musiqi səsi eşidirlər və bihuş olurlar. Dəvələrin yerişi ilə zınqrovlardan çıxan musiqi sədaları alimi aparmağa gələn atlıları karvana yaxınlaşmağa qoymur. Əsir aparmağa gələnlərin özləri deməli, alimin yaratdığına əsir düşürlər. Birdən atlılar elə bil yuxudan oyanıb görürlər ki, artıq başqa ölkənin ərazisindədirlər. Alimin geri qaytarılmasının artıq müşkil bir iş olduğunu görən dəstə əliboş geri qayıdır. Bu məzmunu idi, indi təhlilini oxuyum. Cahardiyar əfsanəsi güc sahiblərinin ağıl sahibləri qarşısında əlacsız qaldıqlarını göstərən hikmətli şifa xalq ədəbiyyatı nümunəsidir. Şahın qüruru imkan vermir ki, alimin niyyətini başa düşə bilsin. Halbuki alim öz biliyini xalq üçün sərf etmək istəyirdi. Dəbdəbəli saray həyatı onu cəlb etmirdi. Vəzirin 40 günə hazırladığı sualların ilkini ustalıqla cavablandıran alim onu xalqın gözünə salmaq istəyənlərdən çox-çox yüksəkdə durduğunu göstərir. O bacarığını işlədərək adi zınqrovlardan ecazkar musiqi səsləndirə bilir və bununla şahın ondan intiqam almasına mane ola bilir. Deməli, Cahardiyar əfsanəsi, bəli, təhlilində də olduğu kimi mən də deyim, yəni güc sahibləri deməli güc sahibləri ağıl sahibləri qarşısında həqiqətən də acizdirlər. Yəni ki, bu obraz alim xalq üçün çalışmaq istəyir. Onu dəbdəbəli saray həyatı maraqlandırmır. Məsələn, yazılı ədəbiyyatımızda Oqtay Eloğlu mənim ağlıma gəldi. Yəni onu pul maraqlandırmır, şan-şöhrət maraqlandırmır. Teatr yaradır, milli teatr yaratmaq istəyir ki, xalqını maarifləndirsin. Eləcə də çoxdur belə obrazlarımız ədəbiyyatdan. Baxın, buradakı alim obrazı da ağıl sahibidir, güc sahibi deyil, amma ağlın gücü ilə qələbə çalır. Musiqidən ecazkar bir səs düzəltməsi. Ondan öncə də alimin, deməli, alimə hazırlanan o suallar qarşısında alimin ilk sualdan, o suallar 40 günə hazırlanmışdı. Amma ilk sualdan hazır cavab olduğunu göstərir və burada deməli, yəni onun müdrikliyi, həm də alimin müdrikliyi ondadır ki, bəli, o xalqa xidmət etmək istəyirdi. Pul onun üçün hər şey deyildi. Dəbdəbəli həyat onun üçün hər şey deyildi. Belə, növbəti videolarda görüşərik. Növbəti videolarda yenə də sizə nağılları, əfsanələri təqdim edəcəm.